Aprelin 14-ü axşam saatlarında Tərtər rayonu ərazisində yerləşən hərbi hissədə partlayış baş verib. Partlayış nəticəsində 2 əskərimiz Abbas Üszadə və Xaliq Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Ağcabədi rayonundakı hospitala yerləşdirilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra aprelin 15-də Müdafiə Nazirliyinə məxsus hərbi helikopterlə Bakı şəhərinə göndərilib. Daha bir hərbicimiz isə şənbə günü atəşkəsin pozulması nəticəsində yaralanıb. Hadisə həmin gün axşam saatlarında Cəfənin Ağdam rayonunun işğal altında yerləşən Şurabad kəndi istiqamətində erməniləri atəşkəsi pozması nəticəsində baş verib. Ermənilərin açdığı atəş nəticəsində milli ordumuzun giziri Ramil Hüseynov hər iki bud nahiyəsindən güllə yarası alıb. 33 yaşlı gizir də helikopterlə paytaxta göndərilib. Yaxınlarının bildirdiyinə görə hərbiçilərimizin vəziyyəti hazırda qənaətbəxşdir. Aldığımız məlumata görə hal-hazırda qılçından, budundan döyüb güllə. Əməliyyat edildi. Bəli, əməliyyat olundu. Nəyinizdir sizin? Dostumdur. Dostunuzdur. Evet. Bəs ümumiyyətlə bu nə vaxt olur? Neçə olur? Gəldiyimiz ayda oldu. Nə vaxt olur? 6-7 il. 6-7 Evet. Hüseynov Ramil Şahmarov. Bəli, Şahmarov. Təvəllüd neçədir? 1980. Demək, vurulan kimi gətirilib, hazırda vəziyyəti yaxşıdır. Bəli, yaxşı.